68 nömrəli test nümunəsi. Choose the correct variant. Charles doesn't like to live in that city because Charles o şəhərdə yaşamağı xoşlamır çünki cümləni tamamlamaq lazımdır. Bu test nümunəsini etmək üçün abituriyentlərimiz to have feili ilə bağlı biliklərə sahib olmalıdırlar. Bundan əlavə inkar cümlənin qurulması, no və ya not inkar hissəciklərindən istifadə, eyni zamanda ismin təyin ediciləri ilə bağlı biliklərə sahib olmalıdırlar. A bəndinə diqqət etirək. A bəndi yanlışdır ki, burada has not inkar forması doğru değildir. Has cümlədə əsas feil olduğu üçün onun inkarı doesn't have şəklində qurulmalıdır. B bəndi yanlışdır. Burada abituriyentlərimiz bilməlidirlər ki, no inkar hissəciyindən sonra isim birbaşa işlənməlidir. O sayılan tək, sayılan cəm və sayılmayan isim ola bilər. Amma no, many şəklində inkar cümləni qurmaq olmaz. C variantı quruluş olaraq doğrudur, amma məna etibarı ilə yanlışdır. Çünki Charles doesn't like to live in that city because he has a lot of friends. Charles o şəhərdə yaşamağı xoşlamır çünki onun çoxlu dostu var orada. Bu məntiqi cəhətdən yanlışdır, amma cümlə quruluşu etibarı ilə tamamilə doğru cümlədir. D bəndi. He has very little friends. Burada abituriyentlərimiz bilməlidirlər ki, friends ismi sayılan isimdir və cəmdədir. Onun qarşısında little təyin edicisi işlənə bilməz. Doğru cavab Y bəndidir. He has so few friends. Friends ismi sayılan cəm isimdir və onun təyin edicisi few ola bilər. Və cümləmiz bu şəkildə qurulur. Charles doesn't like to live in that city because he has so few friends. Charles o şəhərdə yaşamağı xoşlamır çünki onun çox az dostu vardır.